Bol qazmaqlı Bakı quymağının ən asan reseptini sizlərlə bölüşürəm. Gecələrimizdə quymaqlar fərqli hazırlanır, amma mənim damaq zövqümə görə Bakı quymağı birinci sıradadır. Quymağı hər zaman qədimi tavada hazırlayıram. Kərə yağını əritdikdən sonra üzərinə 5 yemək qaşıq un əlavə edin. Unun qoxusu çıxana qədər belə qəşəng qovurmağa başlayın. Amma mən açıq sizə deyim ki, unu çox qovurmağı sevmirəm. Ona görə bu səfər öz damaq zövqümə görə elədim. Çünki çoxdandır quymaq yemirdim. Biraz duz və sarı kök əlavə elədim. Üzərinə qaynar su əlavə edirəm. Videoda gördüyünüz qatlıqda olduqdan sonra qapağını örtün, vam odda 40-50 dəqiqə başlasın qazmaq etməyə. 40-50 dəqiqədən sonra görəcəksiniz ki, yağ tamamilə unla ayrılıb və bu o deməkdir ki, qazmaq artıq hazırdır. Unu qoxusu çıxana qədər qəşəng qovursanız, rəngi biraz da sizdə tünd alınacaq. Mən bu formada sevdiyim üçün belə elədim, amma düzgün variant unun qoxusu çıxana qədər qovurmaqdır. Bu reseptlə bu quymağı bir nəfər, 2 nəfər tamamilə doyana qədər yeyə bilər. Bal, döşab və yaxud da şəkər tozu ilə servis edə bilərsiniz. Mən şəkər tozu ilə servis etdim. İnanılmaz dərəcədə kalorili, doyumlu, ləzzətli bir yeməkdir. Və siz quymağı necə hazırlayırsınız? Mütləq rəylərdə fikirlərinizi və üsulunuzu yazın. Hələlik!